Salam mənim əzizlərim, davam edirik balıq bölgüsünə. 15-22 fevral həftəsi balıqların nələr gözləyir ona baxacağıq. Halqalı günəş tutulmasının təsiri ilə bu həftə balıqlar üçün ruhani uyanış, emosional təmizlənmə həftəsidir. Hiss etdikləri təsadüfi deyil, tutulma səni daxili həqiqətə yaxınlaşdırır. Həssaslıq yüksəlir, keçmişdən qalan emosiyalar üzə çıxa bilər. Tutulma deyir, qaçdığın hiss sizi sağaldır. Hərəkəti. Axına qarşı getmə, özünü yorma, sərhədlərini qoru. Sakitlik bu həftə sənin gücün sayılacaq. Sevgi. Dərin bağlanma istəyi ola bilər. Romantika ilə reallıq arasında qalmaq mümkündür. İdealizə etməyin hər şeyi. Bu məyusluq yarada bilər. Bu həftə real olan bir şeylərlə məşğul olun. Sevgi aydınlıq istəyir. Pul. Maddi mövzularda qarışıqlıq ola bilər. Söz verilən pullar gecikə bilər. Planların ardıcılığı vacibdir. Kimlərsə sizə nəyisə söz veribsə, çalışın onları yazılı alın. Çünki sonra fikirlərini dəyişə bilərlər. Karyera. Yaradıcı işlər üçün çox gözəl dövrdür. Böyük qərarlar verməyə tələsmək olmaz. Sağlıq. Yuxu və su balansı çox vacibdir. Çox özünüzü gərgin, tetikdə hiss etməyin. Belə olduqda immunitet sistemini zəifləyə bilər. Xəbərdarlıq. Özünü qurban roluna salma. Həddindən artıq empati qurmağa çalışma. Və ən əsası reallıqdan qaçma. Görək balıqlara mələklərin mesajı. Pul məsələlərində narahatsız. Başqalarından yardım qəbul etmək lazımdır. Yeni bir işə başlaya bilərsiniz, amma qərar verməkdə çətinlik çəkirsiniz. Bu hansısa bir sərbəst iş də ola bilər. Ümumilikdə hiss etdiyin hər şey zəiflik deyil, bəziləri səni oyatmaq üçündür. Bu qədər mənim əzizlərim.